Xırdalan şəhər Heydər Əliyev mərkəzində Şəhid Rauf İbadov haqqında Haqq rəssamı və Rənglər aləmindən gələn nağıllar adlı kitablarının təqdimat mərasimi keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin şəhid ailə üzvlərinin və qazilərin iştirak etdiyi tədbir Heydər Əliyev mərkəzində təşkil edilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev çıxış edərək vətən övladlarının qəhrəmanlığından ətraflı bəhs edib. Daha sonra şəhidin qəhrəmanlığından bəhs edən videoçarx təqdim edilib. Tədbirdə Baba Vəziroğlu, şəhidin atası Məhərrəm İbadov çıxış ediblər. Digər çıxış edənlər də şəhidlərimizin 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar. Sonda şəhid Hüseynov Rəhim Qədir oğlunun övladı Fikrət Hüseynovun, Paşayev Elsəvər Vaqif oğlunun övladı Nəzrin Paşayevanın, şəhid Salmanov Azər Vəfadar oğlunun anası Zahidə ananın doğum günüdür. Eyni zamanda şəhid Ələkbərov Əlinin övladları Türkiyədə keçirilən olimpiyadalarda qızıl medala layiq görülüb. Bu münasibətlə onların hər biri təbrik edilib. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.